Yaranışın sirləri İmam Cəfər Sadiq əleyhissalamdan Kəlamlar 22-ci bab Beyin, qan, qulağın üstü, dırnaqlar və ayağın üstü. Ey müfəzzəl! Fikirləş ki, niyə zərif beyin lülə şəkilli sümüklərin içərisində qərar tutmuşdur? Niyə axar qan boruya oxşar damarların içindən axır? Bu qanı qorumaqdan və düzgün hidayət olunmasından başqa bir şey üçündürmü? Niyə dırnaqlar barmaqların başından çıxır? Bu, barmaqları qorumaq və insana işləməkdə kömək etmək üçündür. Niyə qulağın arası zindan və sərdabələr kimi qarışıqdır? Bu, səsin qulağa yetişməsi və onun sınmaması və qulaq pərdəsinə zərər yetişməməsi üçündür. Niyə insan ayağının üstünün ətlərini və oturacaqlarını özü ilə daşıyır? Bu, insanın bərk yerdə oturanda əziyyət çəkməməsi üçündür.